İnsan saflaşmaqla əmələ gəlir. İnsanın qəlbi sanki bir güzgüdür. Üzərini qübar tutmuş bir güzgü. Toz torpaq basmış bir saf ayinə. O ayinənin əgər ibadətlə, əgər göz yaşı ilə, əgər Allaha bəndəliklə o toz torpağı təmizlənərsə, yəni həmin təzkiyə prosesi baş verərsə, elə o ayinə kifayətdir ki, həqiqətləri əks etdirsin. O ibadətin özünə də istiqamət vermək lazımdır ki, insan doğru düzgün ibadət eləsin. Məbudunu bütlərdə görməsin. Əsl və həqiqi onu yaradan qüdrət sahibi, elm mənbəyi, iqtidar mənbəyinə ibadət ediləsi bir varlığa sözün həqiqi mənasında ibadət eləsin. İnsan sirli varlıqdır. İnsan üçün insanın meyillərini kontrol etmə, idarə etmə, yönəltmə, hidayə və tərbiyəvi hidayət yalnız insanın sirlərindən xəbərdar ola biləcək bir varlığın işidir. O da Allah Teala'dır. O da Allah Teala'dır. Peyğəmbərsən, peyğəmbərlik sənədini təqdim elə. Nədir peyğəmbərlik sənədi? Möcüzə. Biri möcüzədir. Peyğəmbərlik sənədi biri möcüzədir. Biri öncəki peyğəmbərlərin xəbər verməsidir. Yəni başqa həkimlərin də təsdiqlənməsi. Və biri də möcüzədir. Bu bir nişanədir. İndi biz doğru düzgün peyğəmbəri hardan tanıyaq? Hardan bilək ki, doğrudan o iddia edən şəxs elə həqiqətən də peyğəmbərdir.